Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonu Biləcəri qəsəbəsində sakinlərlə görüşüb. Qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədi ilə təşkil olunan və 400-ə qədər Biləcəri sakininin iştirak etdiyi görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı şəhərinin və Binəqədi rayonunun təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri 3 saatdan çox ayaq üstə zala toplaşanların müraciət və təkliflərini dinləyiblər. Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bugün Azərbaycan özünün zəngin və çoxəsirlik tarixi ərzində ən xoşbəxt günlərini yaşayır. Sonra Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi Fərdi Ağamalıyev qəsəbədə görülən işlərlə bağlı hesabat verib. Açıq mikrofon formatında maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə 30-dan çox qəsəbə sakininin çıxış və müraciəti dinlənilib. Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədə su və kanalizasiya xəttlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, məşğulluq, qəzalı binaların və dam örtüyünün təmiri, köhnə liftlərin dəyişdirilməsi, qəsəbədə yeni qəbristanlıq üçün yer ayrılması, nəqliyyat və sair olub. Bizim problemimiz hal-hazırda məktəbə gedən yolda təqribən bir 100 metrə məsafəsində olan su problemidir. Su yerin altından belə deyək, partlayaraq yola dağılır və o yolun çəkilməsində əngəllər törədir. Xahiş edirik ki, ilk öncə suyun bərpası təmin olunsun, sonra da asfaltlanma getsin. Ona görə gəlmişik ki, bu qədər evlər tikilib ki, yüzlərlə, minlərlə evlər tək elə Binəqədinin ərazisində, bu rayon ərazisində. Mən təklif eləyərdim ki, onu sənədləşdirilsin də o evlər. Görüş zamanı bəzi müraciətlər yerində həll edilib. Sakinlərin digər müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb.